Salam, hər kəs xoş gördük. Bugün yenidən sizin qarşınızdayıq. Yenə də mövzumuz, podkastın mövzusu gündəmdə olan məsələlərdir. Və bugün aparıcılar mən Əsədov Elçin, Fərhad Seydəli və qonaqlarımız Namiq bəy və Mahmud bəy. Sizi hamınızı xoş gördük. Salamlayırıq hamınızı. Dəvətimizi qəbul edib yaxınlaşmısınız. Çox sağ ol, biz də salamlayırıq. Xoşdur sizin podkastınızda iştirak eləməyə. Olmasınız. Gündəmdə olan məsələlərimizdən biri daşınmaların qiymətinin artımı barəsindədir. Hamı narazılıq eləyir. Hamı düşünür ki, biz eləyirik, qiymətləri artırırıq. Hamının da bugünkü gün gözü bizdədir ki, siz artırsınız, bütün günahlar sizdədir. Amma bunun bir səbəbləri var. Bu səbəbləri sizə açıqlamaq istəyirik. Bununla da bağlı ilk olaraq Fərhad bəy və qonaqlarımızdan da məlumatları almaq istəyirik, fikirlərini almaq istəyirik. Buyurun Fərhad bəy. Belə deyim, ümumiyyətcə üzü yanvara tərəf gedirik deyənə əlavə dəyər vergisi artımı olacaq. Yəni əlavə dəyər vergisindən azad olma bitir. Bu səbəbdən qısa bir müddət qalıb və avtobus sürücüləri, yəni avtomobil daşıyıcı tır sürücüləri, logistik şirkətlər qiyməti qaldırır. Bunun səbəbi də müəyyən qədər sui-istifadədir. Düzdür, bunu biz belə deyək də qınaya bilmərik, öz işləridir, iş sahibi onlardır, qiyməti qaldırırlar, uyğundursa zaten işləyirik, uyğun deyilsə işləmirik. Amma ümumi belə vəziyyətə baxanda bəli, yəni 2-3 ay bundan qabaq 1600-1500 dollar idi sənədləşmə daxil daşınma xərci bir avtomobilin. Bugünkü gündə isə artıq bu qalxıb 3100-ə 3200 dollara. Yəni avtomobil əgər Çindən yüklənirsə, bu da demək olar ki, 2 qat bir artımdır. Yəni bu da burada da düzdür, elə şirkətlər var ki, müştəriyə ödətir, müştəri ödəyir, avtomobil sahibi ödəyir. Elə şirkətlər də var ki, özü götürür həmin artım məbləğini, özü ödəyir, öz cibindən ödəyir. Avtovozu olan şirkətlər lap gözəl. Zaten onlara bunun bir təsiri yoxdur. Zaten öz avtovozları var. Öz avtovozlarla daşıyır. Yəni onun qiymət artımı onlara bir təsiri yoxdur. Amma avtovozu belə deyə çatdırmayan, az olan, avtomobili çox olan, avtovozu ümumiyyətlə olmayan şirkətdə məcburən həmin o qiymət dəyişikliyini öz cibindən, öz vəsaitindən, şirkət vəsaitindən qarşılayıb ödəmə məcburiyyətində qalır. Belə də olduqda təbii ki, ziyançılıq olur. Bir də bir şey demək istirdim, əlavə eləmək istirdim. Mənim adım yenə Mahmud. Bu müştərilərimiz, digər şirkətlərin müştəriləri, ümumiyyətlə bu maşın sifariş edən müştərilər, şəxsən bizim özümüzdən misal gətirim. Misal üçün Namiq bəy ilə daxil bizim daimi müştərimizdir. Artıq 10-cu maşını deyəsən sizdə səhv eləmirəmsə 11-ci maşın salondadır. Namiq bəylə biz standart həmişəki kimi daimi müştərimiz olduğuna görə 2000 dollardan çatdırılma eləyirdik. Və oktyabr ayının son, noyabr ayının əvvəli biz Namiq bəylə xahiş elədik ki, çatdırılmamız qalxacaq, maşınımızı çatdırmaq üçün 3 dollar əlavə ödəniş eləyəsiniz. Namiq bəy də razılaşdı əlbəttə ki. Amma yenə də biz Namiq bəy maşınını 2700 dollar daşıdıq. Yəni 400 dollar şirkət bunu qarşıladı. Müştərilər biz bunu fərd və yəqin təsdiqlə bildirmək istəyirik ki, zaten biz onsuz pul itiririk, ziyanlıq eləyirik. Yəni bu bəzi adamlar var TikTokda, videolar paylaşırlar, pullar ödəmir və s. və ilaxır. Biz onsuz da şirkət olaraq Fərhad bəy yəni belə tamına öz cibindən çatdırmanın pulunu ödəyir. O da nəyə görə? Müqavilə bir qırağa, hər şey bir qırağa bizim şirkət müştəri haqqında fikirləşir. Müştərinin maşınını fikirləşir, müştərinin cibini fikirləşdiyinə görə o ziyanlığı eləyib müştəri maşınlarını çatdırır. Və qalxış da ki, yəni sırf axır vaxtlarda mən artıq bir aydan ancaq Çindən daşıyırıq. Sürücülər görür ki, bu bir şansdır. Necə ki, bu taksi şoförü olur, yeni il vaxtı cəmaət çöldə qalır, məcburdular da cəmaət evinə gəlib çatmalıdır. Misal üçün 5 manatlıq yolu sürürlər 20 manata. Bu da eyni şeydir. Yəni axır bir reysləri qalıb, o axır bir reyslərindən də maksimum yararlanmaq istəyirlər. Bir tərəfdən onlar da başa düşmək lazımdır. Vəziyyət. Burada Mahmud yaxşı qeyd elədi, sağ ol Mahmud. Ümumiyyətlə burada müəyyən nüanslar var ki, onlara aydınlıq gətirək. İlkin olaraq, məsəl üçün, Yafta Azərbaycan şirkəti kimlərdən əlavə ödəniş istədi? Avtomobil Qazaxıstana keçib yüklənəsi idi, amma gördük həmin sıra orada artıb, bu səbəbdən Çindən yüklədiyi avtomobili
Yəni plan Qazaxıstandan yükləməkdir. Ancaq o Çindən yüklənəndə qiymət fərqi çox ekstremal bir şey olduğu üçün və biz də tövsiyə görmədiyimiz üçün müştəriyə təklif elədi ki, sıraya qoysaq yenə də dekabr ayı ərzində çatmaq ehtimalı var. Amma tövsiyə edir ki, gəlin Çindən yükləyək maşını. Amma əlavə bir ödənişi var. Və amma hansı ki bu belə deyək də noyabr ayı ərzində zakaz sifariş qəbul elədiyimiz şəxslərə aid deyil. Yəni zaten Çindən kiminsə avtomobilini yükləyəcəkdisə, onun üzrə müqavilə bağlamışıqsa və yaxud da ki zaten Qazaxıstandan yükləyəcəksə ki, deyir ki, mən avtomobilim Qazaxıstandan yükləyəcəm. Qətiyyən o şəxslərdən 1 manat belə əlavə heç bir ödəniş istəməmişik. Biz sadəcə müəyyən periodda olan müştərilərə hansı ki, o bir qismi sıraya qoyulub, gördük ki, o gecikir. Yəni gec çıxır. Sıra 1 həftəlik 10 günlük deyil, o 30, 40, 50 günlükdür. Biz ona təklif elədik ki, gəlin sıraya qoymayaq. Dekabrın sonlarına gəlib çatar da, yəni avtomobil biraz risk təşkil edir. Çindən yükləyə əlavə ödənişlə dedi, problem yoxdur, eləyək. Amma yox deyib sıraya qoyulan avtomobillər var ki, bugünkü gündə onlar da düzdür. Risk təşkil edirdi, amma neləsi var ki, o 3 günə, 5 günə çıxır sıradan. Yəni yükləyib gətirə bilirik. Söhbət orasında ki, əlavə ödəniş aldığımız müştərilərin maşını yenə olsa ziyanlığa daşıyırıq. O heç yəni öhdəlik götürülübsə, zaten öhdəlik götürülübsə onun sonuna qədər yerinə yetirilməlidir. Yəni öhdəlik götürülübsə bu avtomobil filan tarixə çatdırılacaqsa, sağlam şəkildə, o avtomobili sağlam şəkildə deyilən tarixə çatdırılmalıdır. O istəyir lap 10.000 qalsın, fərqi yoxdur. Müştəri hər bir halda düzdür. Deyər ki, qardaş, maşınını gətirməlisən falan vaxtı gətirilməlidir. Bir də məsəl üçün biz şirkətlərin, bir çox şirkətlərdə belədir yəqin ki, noyabr ayı ərzində bağladığımız müqavilələrdə nəzərdə tutmuşduq ki, belə deyək də, müəyyən qədər artımı nəzərdə tutub, xidmət haqqını da əlavə edib, bağladığımız müqavilə ümumi dəyərindən həmin avtomobil yükləyəndə yenə də bir 200-300 dollar məbləğ öz vəsaitimizdən qoyduq ki, avtomobil mütləq şəkildə gəlsin. Yəni ziyançılıq var, bu periodlar normaldır. Logistikada ümumiyyətcə həmişə neçə ildir bu işlərlə məşğuldur. Logistikada həmişə müəyyən vaxtlar olur ki, məsəl üçün 1 ildən bir, 2 ildən bir müəyyən vaxtlar olur ki, həmişə belə proseslərdən keçir. Məsələn, bir neçə il bundan qabaq Rusiya sərhədi bağlandı. Yəni necə bağlandı? Avtomobillər samaxodla gəlirdi, sənəd samaxod yazdırdı, sərhəd bağlandı. Yəni ancaq samaxod yazılan avtomobillər hamısı cərimələndi, qaldı orada. Yəni Azərbaycana gələsi minlərlə avtomobil qaldı orada. Elə bir kaos yaranmış, krizis yaranmış. Bu da eyni. Sadəcə buradakı krizis də odur ki, bir qiymət artımı, bir də vaxt məhdudiyyəti ki, avtomobil kimi gəlsin. Dekabrın sonuna qədər gəlsin. Dekabr demişkən ƏDV güzəştlərinin qalxması barəsində də cəmaət çox narahat insanlar. İnsanlar da əsasən də yəni bunun üçün çalışırlar ki, maşınlar daha tez gəlsin, əlavə dəyər vergisini ödəməsinlər və maşının yəni maliyyəti aşağı olsun, yəni qiymət aşağı olsun. Yəni bəzən insanlar olub ki, yəni bəzi müştərilərimiz olur ki, ondan qazanc əldə ediblər. Yəni bu da öz yerində. Sadəcə bugünkü gün avtomobilin gömrük dəyəri necə hesablanacaq, onu da düşünürlər ki, yəni yaxşı maşın gəlsə, yanvara düşsə, bu necə hesablanacaq? Ümumiyyətcə belə deyək, yəni bildiyimiz kimi əlavə dəyər vergisinin faizi ümumi avtomobilin dəyəri qədər hesablanır. 18%. ƏDV 18% və avtomobilin dəyərinin 18% əlavə olacaq. Yəni invoice nə qədərdir? Məsəl üçün atıram $10.000-dırsa, invoice dəyəri 18% $1.800 əlavə dəyər gələcək. İndi belə deyək də, məsəl üçün belə bir stat gətirək. Məsələn, BYD avtomobili, BYD Seal Destroyer avtomobilinin gömrük rüsumu 1720 manat idi da, düzdürmü? Olacaq təxminən 5000-5500 manat civarı. Və yaxud da Unizet 1720 idi, yenə də olacaq 7000 manat. Q07 1720 idi, olacaq 8100 manat, 8200 manat. Nə bilim, Li avtomobili, Li 7 Ultra məsəl. Onlarda 1720 idi, olacaq 16-17 manat. Belə. 7 alınır qabaq. Sual verdiniz ki, sonuncu sual nə idi? Necə hesablanacağı demişdim. Hə, necə hesablanacaq? Hə, bir də ölkəyə daxil olma müddəti məsələsi var. Hə, bəli. Yəni deyirlər ki,
bayramlar neçəsi başlayır. Maşın gəldi. Mən onu Rastomoşka çatdıra bilmədim. Düşdü bayrama, yanvarda elədim. ƏDV düşməyəcək. Bu məsələlərə də aydınlıq gətirək ki, ölkəyə daxil olduğu gündən hesablanır. Yəni tam indi dəqiq olmasa da, məsələn indi mən hərf oxumuram. Yazılıb ki, vergi məcəlləsində 2026-cı ilin yanvarın 1-ədək avtomobillər, 1-ədək ölkəyə daxil olan avtomobillər əlavə dəyər vergisindən azaddır. 2026-cı ilin yanvarın 1-ədək ölkəyə daxil olan, yəni ölkə sərhədini keçən. Bu da nə deməkdir? Avtomobil ölkəyə keçəndə, məsələn Rusiyadan Maqaramke SDK postundan keçəndə çek yazıb verirlər. Həmin o da bir sənəddir. Və orada yazılır avtomobil kimin adına, soyadına, VIN kodu, hansı avtobusda gəlib, yəni detallı belə bir Bizdən nə zaman keçir? Bəli, və tarix. Bu QR koddur filan, bu Dövlət Gömrük Komitəsinin verdiyi rəsmi sənəddir. Və ölkəyə keçdiyi tarixdən. Sizin avtomobil 2025-ci ilin dekabrın 31-i belə ölkəyə daxil olsa, siz yenə də 1720 ödəyirsiniz. Ola bilər ki, siz bayramlardan sonralara yanvarın 3-ü, 5-i, 10-u getdiniz gömrüyə, bəyannaməsini yazdınız. O bəyannaməni yazanda o rüsum çıxacaq 1720. Yəni orada 5-10 mini gözləməyin. Aktiv görsənəcək ki, Bəli, 1720 yəni ilə ölkəyə daxil. girdiyi tarixdən. O da ki, vaxtı 2025-ci ilin dekabrın 31-nə qədər avtomobil ölkə sərhədini keçməlidir ki, o güzəştdir, ona aid olsun. Əlavə sadəcə parkinq pulu olacaq, günün 10 manat. Sərhədi deməli keçməyi ilə bəlli olur ki, bu da gömrük endiriminə düşür də. Bəli, yəni ki, İl başına qədər sərhədi keçdi, mütləq deyil gömrüyə girsin, belə başa düşürəm. bəli, yəni elə şəxslər əminliklə danışır ki, yox, bəyannamə yazılacaq, nə bilim, nəyə gətirirsən ayın 28-i, 30-u olsa bayram çökə düşsün də, yəni ki. Keçən dəfə bir müştərimiz gəlib, deyir ki, mənim maşınımla vaxt gəlir, deyirəm, təxminən dekabrın 20-sinə çatacaq. Deyir, bəs geciksə, deyirəm, geciksə maksimum olsun dekabrın 25-i olsun 30-u. Deyir, 30-una düşdü bayram azad oyanmadı. Deyirəm ki, bəs elə deyil də bu formada. Deyir, yox, mən dəqiq bilirəm ki, bəyannamə yazıldığı tarixdə. Qardaş, qayda var, qanun var, qaynar xətt var. Dövlət Gömrük Komitəsinin qaynar xəttinə yazırsınız. Bu dediklərimin hamısını özləri də deyirlər ki, sərhədə daxil olduğu gündən hesablanır. Yəni ki, çox şey yazırlar, çox şey çıxış edib danışırlar. Ki, nə bilim, gömrük həll eləyəcək, belə eləyəcək, elə sıxlıq olacaq, belə nə olacaq, qardaş. Qayda var, qanun var. Sərhədi keçdi, problem yoxdur. Bunu şifahi və yazılı olaraq biz neçə dəfələrlə soruşmuşuq, yəni sorğu göndərmişik və yazılı və şifahi zəng edərək. Bunda hər birinə də yəni cavabları eyni olub. Yəni fərqli cavab olmayıbdı. Bəli, qaynar xətti var. Biz bir dəfə şirkət adından məktub yazdıq. O məktuba da o cavabı verdilər. Və hal-hazırda yəni o cavab bizi qane edir. Yəni dövlət qanununun çərçivəsində də bu məsələ həll olacaqdır. Ən çox insanların verdiyi suallardan biri müraciət etməzdən qabaq, sifariş etməzdən qabaq maraqlı bir suallar olur. Bu axırıncı 10-15 gün ərzində yəni kəşf etmişəm bunu. Yəni müştəri zəng edəndə deyir ki, ən sonuncu kim sifariş edib və nə vaxt sifariş ediblər? Və Sıraya duranda axırıncı kimdir? Axırıncı kimdir? Axırıncı kimdir? Mənim əlbizi qaldırım. Ondan sonra mən daxiləm. O məsələ. Deməli soruşduqlarının da məsələsi nədir? Təsdiqində hər gün bir sifariş olduğuna görə hər gün ən azından bir sifariş olur və həmin gün də deyirəm ki, bu günlərim inanmırlar. Deyirəm qardaş, yaxınlaş. Dekabr sonu təhvili. Dekabr sonu təhvili və inanmırlar ki, məsəl üçün yer gəlsə bu günlərdə sifariş olunub. Yəni ki, tarix indi orada biraz ola bilər bir gün davam. Bu gün dekabrın 4-üdür. Bu gün dekabrın 4-üdür. Yəni sifariş olunubdu. Və Yəni bəli, onu demək istədim. Bəli, ödəniş də olunub. Yəni avtomobil çatmasıyla bağlı qarantiyamız var bir. Yəni ki, oradan görən müştərimiz yəni bizi salamlayar, oradan kommentlərə qeyd edər axırda. Nəsə uzun sözün qısası belə bir yəni suallar verirlər və maraqlı bir qarşılaşma olur. Mən bir müştəri kimi bəli deyim ki, sizə müştərinin də biraz fikirləşmə necə müştəri kimi deyim sizə heyecan olur. Siz bu işin içindəsiniz, bilirsiniz bunlar hamısını. Müştəri kimi fikirləşir, necə olacaq, nətər olacaq. Mən məsəl üçün iş birliyimiz 1 ildən artıqdır. Yəni mən sizdən tam əminəm, heç bizdə artıq sual da olmur. Hər şey çox sağ olun ki, həll olunur.
Amma müştəri kimi mən belə fikirləşirəm. Qalır belə içində. Sifariş eləyərəm, necə olacaq? Gələcəkmi, gəlməyəcəkmi? Ziyanı kim çəkəcək? Məsəl üçün məndə avtomobil yolda hal-hazırda varımdır, amma ondan sonra sifariş etdiyim avtomobil bir 30 gün sonra o artıq burdadır. Azərbaycandadır, ekspreslə çatdırıldı. Çoxsa mənə heç bir deyilmədi. Yəni gördünüz ki, gecikir. Verdiniz ekspresi və mənə bildirdiniz ki, bu cürdür. 300 dollar çox sağ olun. Mənə yəni yeri gələndə qabağa saldınız. Bu mövzu. Müştəri kimi də müştəri fikirləşir, qarantiya necə gələcək, Çinin maşını necə gələcək, müştəridə aydın məsələdir ki, suallar yaranır, 1000 dənə sual var. Sizdə ola bilər ki, təcrübədən hər gün bu işin içindəsiniz. Maşallah indi mən bilmirəm neçə dənə, 20 avtomobil, 100 avtomobil gündə gəlir, amma müştəri hələsi var ki, ilk dəfə sifariş verir. Düşünür ki, mən misal ilk dəfə sifariş verəndə Fərhad bəylə şəxsi tanış olmuşduq. 1 ildən artıqdır. O qədər sualım var idi ki, amma cavablarını aldım və gördüm ki, əminliklə hər şey əminlik və olduğu kimi də oldu. Mənə deyildi 70 gün avtomobil gəlib çıxmışdı 36 günə. İlk 4 avtomobilim 36 günə gəldi çıxdı. Bu səfər bu yünüzə, ayaq yünüzə 20 günə çatdı. Buradan indi tərifləmək kimi çıxacaq. Mahmuda təşəkkürümü də bildirmək istəyirəm ki, zavodun 9-unda çıxıb avtomobil. Zavoddan ayın 9-u çıxıb oktyabr. Artıq avtomobil Azərbaycandadır. Bu nəinki 70 gün yoldadır. Zavoddan çıxıb, zavoddan bu belə başa düşürəm Çinin sərhədinə gəlməlidir. Oradan xeyli vaxt çəkməlidir ki, keçsin Qazaxstana, Qazaxstandan yolu var. Zavoddan çıxan ayın 9-u oktyabrda bu dəqiqə məndədir bu avtomobil. Yenə də təşəkkür bildirirəm və çox sağ olun ki, öncədən düşündünüz, düzdür, biraz ziyan çəkdiniz, biraz da mənə bildirdiniz, xərc də mən çəkdim. Mən yenə də razıyam ki, avtomobilim buradadır. Təbii ki, satış üçün gətirmişdim, satış məqsədi ilə bu dəqiqə gömrüyün pulu qədər olmasa da biraz daha baha satacağım. Yenə də bu işə görə indi mən tam razıyam. Bir avtomobilim də ki, mən əminəm ki, o da vaxtında gəlib çatacaq. Fərhad bəy vurğuladığı kimi sərhəddən keçdisə o da belə baxanda 3-4 günə, bir həftəyə o da buradadır. Bu cür. Ağ yünüzə satılır Namiq bəyin. Satılır. Gəlib maraqlana bilərsiniz, bəli. Əsas belə deyək, bu müştərilərin çoxusu da mənlə yəni əlaqədə olur çatdırılma ilə bağlı və mən müştəriyə deyəndə ki, bildirəndə ki, Fərhad bəy özü təsdiq edə bilər. Bu gün sifariş olub, inanmırlar. Yəni az qala bizə dələduz deyən də olur. Mənim özümə, yəni şəxsən dələduz deyən olub. WhatsApp-da mənə dələduz yazan olub. Niyə görə? Çünki reklam edirik maşınları. Məsələn, yaş asfalt yönünüzə hansı ki, videosu paylaşılıb. Əslində 15 gündə yox, 14 günə maşın ucu Xaçmazdan yola çıxdı, gəldi Bakıya. Və bizim hətta o videomuzun kommentində də bizə, yəni belə deyək, zarafat yana yazanlar var, inanmayanlar var. Biri deyir Photoshopdur, biri deyir montajdır. Avtomobil müqavilə bağlandı, sifariş olundu. 15 gündən sonra Bakıdaydı. Bank ödəniş kağızından 15 gündən sonra Bakı gömrük terminalına daxil oldu. Buna inanmayanlar var hələ də. Mən avtomobilim neçə 21 günə gəldi. 20 idi yoxsa 21 gün? Canlı nümunə indi gömrükdə sırada o başqa, amma fakt ki gömrük terminalına 20 gündə 21-ci günə daxil olmuşdu. Yəni Namiq bəy inanmayanlar var bizə. Mənə deyən oldu ki, o invoice ödəniş tarixini montaj eləmişik. Tarixini kalendarda dəyişmişik. Hər cürə variantlar dedilər ki, cəmaət inanmasın, amma əlbəttə inananlar da var, əminik. Və demək istəyirik ki, ən böyük inananlar həmin avtomobillərin sahibləri. Əlbəttə ki, yəni istənilən vaxt həmin avtomobilin sahiblərinə, həmin o inanmayan adamlar danışsalar, yəni özləri də artıq biləcək ki, bu həqiqətdir, yalançı bir şey yoxdur. Siz necə ümumiyyətlə məlumat azlığına görə olur bu məsələlər? Baxın, əvvəllər necə idi avtomobil sifariş veriləndə sənədləşməsindən müəyyən qədər 10 gün, 15 gün vaxt gedirdi. Nə sənədləşmə, eksport sənədləri filan və s. Amma hazırki vəziyyətdə Çin tərəfi də başa düşür ki, Azərbaycanda gömrük qalxır. Vaxt azdır. Bu səbəbdən bütün sənədlər hazır formada olan avtomobillər olur. Bu çox retki olur. Tam 10 dənə, 20 dənə, 30 dənə retki satışa çıxır. Sənədi hazırdır. Bu nə deməkdir? Ödəniş göndərildi. Həmin şəxsin adına invoice yazıldı.
gömrükdən möhür vuruldu, avtobuza SMR yazıldı, mindi çıxdı getdi. Yəni bu ümumi bu proses, məsələn bu dediyim bu sənədləşmə prosesi 2-3 saatlıq prosesdir. Yəni avtomobilin ödənişi ödəniləndən sonra 2-3 saatlıq prosesi qalıb deməkdir. Daha 15-20 günlük yox. Avtovozu da hazırsa bu avtomobilin yüklənir və bir də avtovozun da məsəl üçün sırası əvəzinə elektron alınıb Çindən Qazaxstana. Hər şey yəni ki, belə deyək də planlanıbsa, bu avtomobil niyə də 15 günə gəlməsin? Gəlir. Çünki zaten oradan yol Çin Xorqosdan Bakıya qədər yol 7-10 gün arasıdır. Normal sürən sürücü tərəfindən əgər Rusiya-Qazaxstan sərhədində də bilirsə sıra olur. Həmin elektron sıradır. Ona da vaxtını düzgün vaxt alıbsa sırasını 7 günə Bakıya çata bilir. Hansı ki çatdı. 10 günə çata bilir. 12 günə çata bilir. Yəni toplam indi bu avtomobilin avtobusu yüklənməsi, ödənişi çatması və s. minimum Azərbaycanda biz rekord elədik. 15 günə avtomobili çatdırdıq ölkəyə. 15 günə. Hansı ki bu periodda ya deyirlər ki, nəinki normal vaxt. Məsələn razıyam 40 günə, 50 günə, 60 günə, 70 günə gətirdiyimiz maşınlar olub. Hansı yolla olub? Həmişə sıraya qoyulurdu. Kitaydan Qazaxstana keçmək üçün Qazaxstana keçirilirdi avtomobillər, avtobusu yüklənirdi və gəlirdi. Yəni o formada 40-50 gün civarı olub həmişə. Bizdən bilavasitə bizdən asılı vəziyyətlər deyil. Yəni orada sıranı gözləyir. Yəni o sıradan qabaqdakı maşınlar nə vaxt keçərsə, yəni həmin o qoyulan tarixdən də yəni Yəni onu da izah eləyək. Baxın, hal-hazırda niyə Çindən Qazaxstana keçəsi olan sıradakı maşınlar gecikir? Tamam da 15 günə maşın gətirdi. Amma 45 gündə də gəlib çıxmayan adamın maşını var axı o sırada. Biz demirik ki, bütün maşını 15 günə gətirir. Bu rekord idi. 15 günə də gətirdi, 20 günə də, 25, amma 45 günə də hələ də gəlib çıxmayan maşın var. Niyə? Sıradadır. Qazaxstan sırasına qoydu bu avtomobil. Sırada niyə 45 gündür? Çünki dekabrın 1-nə qədər vaxt var idi ki, möhlət var idi ki, Rusiyaya avtomobil çatdırsınlar. Ruslar öz ölkədən avtomobillər gətirsinlər ki, çünki dekabrın 1-dən artıq qalxdı Rusiyada gömrük. Ora çatdırma çabası var idi. Ona görə məsəl üçün normal sıradan 5 dəfə, 10 dəfə daha artıq sıra var idi. Rusiyaya gedəsi avtomobillər çoxluğunda. Rusiyada utilizasiya yüksəldi. Mən oxuduğuma görə. Bəli, 3 qat qalxdı utilizasiya qiyməti. Fərad bəy, bir siz vurğulamışsınız orada avtovozun hazır olmağı. Mən bir müştəri kimi də siz indi öz logistika slenginizdə danışırsınız. Avtovozun hazır olmağı orada nə deməkdir? O necə? Avtovoz hazır olmaq necədir? Bizim hal-hazırda işdə əməkdaşlıq elədiyimiz eksport şirkəti, onlar belə deyək də bizdən də, çox adamdan da belə deyək də qabağı görmək deyə bir şey var da, gələcəyi görmək, hiss eləmək. Onlar hiss edib ki, vəziyyət olacaq. Onlar dediklərinə görə onlardan mənə gələn məlumat 60 ya 70 arası avtovozu hazır saxlayıblar bu vəziyyətə görə. Və heç kim avtovoz tapa bilməyəndə biz artıq avtovozlarımızı yükləməyə başlamışdıq. Baxın, sizdə təklif olunan da bugünkü gündə də vardı təklif sizdə. Yəni bu ya da bundan qabaq öncədən var idi də. Bu eksport sənədləri onu mən başa düşürəm. İndi çox insan bəlkə başa düşmür də. İndi mən bu işin içindəyəm deyənə sifariş elədiyim ki, eksport sənədləri artıq hazırdır, o startdadır. Onu bildim. Avtovoz orada problem yaranır avtovozda orada yoxsa? Yox, problem nədir? Problem avtovozun hazır sənədli maşınların olmasıdır. Avtovozun öz hazır sənədləri olması. Avtovozun maşına öz lazım deyil. Avtovozun sənədləri, eksport sənədləri. Avtovozu sərhədi keçmək məsələsi. Bəli, sərhədi bir həftə gözləyir ən azı. Və avtovoz belə deyək də şoferi, avtovozun sənədlərini hazırlayan broker şirkətləri tələb edirlər ki, 8 maşın yerləşir bir avtovoza. 8 maşının hazır eksport sənədlərini bizə verin. Maşın özü olmasın, maşın özü olsun başqa şəhərdə, gec gəlsin. 7 gün olsa vaxt olur. O 7 gün ərzində yükləyənə qədər biz artıq sənədlərini hazır qoyaq. O sənədlərin sıra vaxtı çatana kimi biz artıq avtobusu yükləyək və çıxaq. Yəni bir var maşınlar yüklənsin, 7 gün dayansınlar, gözləsinlər. Bir də var ki, artıq heç yükləmə prosesi başlamamış. Bəlkə də həmin avtovoz Qazaxstanda da elə Kitaya keçməyib. Yenə də artıq onun nömrəsindən, onun qeydiyyat nişanı, onun pasportundan, sürücünün 8 maşın, onun adına olacaq maşın qoyulur sıraya və avtovoz Qazaxstanda olsa belə, 7 gün içində gəlir Çinə, artıq yüklənib birbaşa çıxır. Bugünkü gündə, üzr istəyirəm, bugünkü gündə yenə ekspres çatdırma ilə çatdırırsınız, yoxsa bitdi?
Hamı deyir şürrə yemisiz niyə? Amma biz bu gün də sifariş götürmüşük. Alırsınız və Son, gömrüyə qədər bəli, zəmanətli gətirdik. yeni ilə qədər Yəni 50-50 zəmanətlə çatdırırsınız. Zəmanətlə 100% satılmağına. aydın məsələdir ki, qiymətlərdə fərq olacaq da. Çatdırılmada bəli, yəni dediyimiz kimi normalda 2200, 2300 olan bir çatdırılma, 2000-ə hətta vaxtında olan çatdırılma hazırda Bu 3100-ə kimi qalxıb. Müqavilədə nəsə vurğulanır ki, çatdırılmada qarantiyası. İndi gələn sifariş etmişlər onu tələb eləyir. Hə. Çox gözəl. Məncə çox gözəl Avtomobil təklif. tələb eləyirlər. Ümumiyyətlə bu hazırki vəziyyətdə struktur çox düzgün qurulmalıdır. İş çox intensiv olmalıdır. Yəni hər şey mərhələli formada, əvvəlcədən düşünülmüş formada olmalıdır. Avtomobilin sənədi hazır olmalıdır. Avtobus Çindən Qazaxstana keçməsi üçün olan elektron sırası avtomobillər yüklənəndə artıq hazır olmalıdır. Avtobusun Qazaxstandan Rusiyaya keçmə Qızıl Ordunun falan keçəndən sonra Qazaxstan Rusiya sərhədini çatır və həmin oradakı sıra elektron sıradır. O düzgün tarix olmalıdır. Yəni avtobus gedib orada bir həftə 10 gün gözləməlidir. Çatdı uzağa 2 gün, 1 gün keçməlidir. Bu üç şey avtomobilin sənədi hazır, Çindən Qazaxstana keçmə sırası hazır və Qazaxstandan Rusiyaya keçmə elektron sırası düzgün vaxtda təyin olunduğu təqdirdə istədiyim ki, istəsəz lap 12 günə 10 günə də maşın gətirmək olar. Get banka ödənişinə də 10 günə maşın çatsın. Yəni hər şey bundan asılıdır. Bu üç vacib nüansdan asılıdır ki, bunlar düzgün ədin formada avtomobil tez gələcək. Bizim bir üstünlüyümüz də nədədir? Bunu hər satıcı Çin eksport şirkəti eləmir və hər bir şirkət eləmir. Biz güvənli şirkət olduğumuz üçün əslində normal olaraq müştəri bank ödənişini, məsələn siz bank ödənişləri Zamiq bəy, indi elə banklar var ki, bir gün, 2 gün o pulu çatdırır. Elə banklar var ki, bəzi banklar kimi Bəli, mən hətta rastlaşmışam belə bir problemlə. 10 gün ərzində belə, 20 gün ərzində belə pul gəlib çatmaya bilər. Bəzi banklar indi adlarını çəkmirəm, həmən gün eləyir, bəzi banklar uzatır 10 gün, 12 gün. Bəli, bəli. Bəs Swift köçürmə. həmin Çinli eksport şirkəti əslində pulun öz Çindəki bank hesabına çatmağını görəndən sonra maşın eksport işinə başlayır. Normalda proses belə olur. Amma bizim satıcılarla münasibətimiz çox yaxşı olduğundan, güvən, yəni belə deyək də, onların da yaratdığımızdan, onlar sadəcə çeki görən kimi artıq eksporta başlayırlar. Biz ona görə qabağa düşürük. Yəni onlar gözləmirlər ki, müştərilərin göndərdiyi pul gedib hesaba çatsın. Onlar çeki görür, inanır ki, bizim sözümüzə müştəri ödədi. Onlar artıq eksporta başlayır. O pulun çatmağını gözləmirlər. Ona görə də bu səbəbdən də bizim yeni sifarişlər 4 gün, 5 gün, 1 həftə qabağa düşdü. Həm eksport sənədləri hazır, bu bir amildir, vacib amildir. İkinci vacib amil də ki, Çinli satıcının bizə güvənib WhatsApp-da bir dənə OK sözü ilə maşının eksportuna başlamağıdır. Heç bank ödənişi ödəmədiyimiz təqdirdə belə elə avtomobillər var ki, artıq sənədləşməsini hazırlayıb avtobusun üstündə də o sərhədi keçir. Spesial bir moment olub ki, bayram ərəfəsi filan ya qeyri-iş günləri o maşını həll eləyib. Eksport şirkəti bizim üçün həll eləyib, o yükləyib avtobusu yola da salır. Hə, ondan sonra da bank ödənişi olur. Yəni burada belə deyək də etibar məsələləri də. Bəs bu indi deyək ki, bu indi hibridlərdə olur, amma elektrik avtomobillər yenə NDS-dən azaddır da, ƏDV-dən azaddır. 2027-ci il yanvarın 1-i. Onlar da indi ƏDV gəlir üzərinə. Bəli, bəli. Ha. Yəni elektrikli bir dəfə çıxdı yeni qərar. Orada hamı səhv saldı. Orada qeyd olunub elektrikli avtobuslar 2027-ci ilin yanvarın 1-nə qədər uzadılıb. Avtomobildə heç bir aidiyyəti yoxdur. Elektrikli avtobuslar 2027-ci ilin yanvarın 1-nə qədər ƏDV-dən azaddır. Elektromobillərin heç bir aidiyyəti yoxdur. Bax bu pisdir də. Bu pis. Bax misal üçün Elçin bəy mənə təklif eləmişdi. Yeni Kyuan Q05 çıxmışdı. Mən özüm Q05 sürürəm. Elektriklilər. Misal üçün qiyməti də çox gözəl təklif eləmişdi mənə, amma taksiyə fikirləşdim, onları buraxdım. Elektriklidir, məsafəsi də kifayətlidir. Deməli onları da o güzəştlə gətirmək olmur. Hələ ki bir qərar yoxdur. Yəni hazırki qərara görə əlavə dəyər vergisi ödəniləcək. Ən çox verilən suallardan biri budur ki, müştərilər deyir ki, Çin Xalq Respublikasından yeni avtomobillər və işləmiş avtomobillər kimi çıxır da bu məsələlər 6 ay müddətindən sonra eksport edə biləcək və yaxud da ki, həm vaxtı, yəni məsəl mən istədiyim vaxtı sifariş etsəm, avtomobili eksport edib Azərbaycana daxil edə biləcəksinizmi? Bu məsələlər var gündəmdə. Bundan bağlı nə deyə bilərsiniz? Söhbət necədir Elçin bəy? Deməli
2000 səhv eləmirəmsə, onun yalançı olarım. 2023-də 22-ci ildə Çin Xalq Respublikası belə bir qərar, belə bir aksiya başladı ki, bütün bu maşın eksportu şirkətlərinə, əstəğfurullah, çox üzr istəyirəm, BYD, Çangan kimi zavodlara maliyyə dəstəyi göstərdi ki, satışlar daha tez olsun və daha çox gəlir əldə eləsinlər. Ona görə çoxlu maliyyə dəstəyi olundu Çangan, BYD, Lincoln, Geely və s. və ilaxır kimi zavodlara. Və bu zavodlar hər yeni maşın idxal eləyəndə ölkəyə 12% vergi ödəməli idi. Yəni ölkə də bu elədiyi maliyyə dəstəyini o 12% vergi ilə qazanmalı. Bəli, maliyyə dəstəyini elədiyini bu ixracatdan qazanmalı idi 12% olaraq. Amma bu eksport şirkətləri bu 12% vergini yayınmaq üçün maşınları işlənmiş kimi eksport eləyirdilər. Bu maşın yəni yeni maşın deyil. Bizə gələn maşınlar sənəddə işlənmiş maşınlardır. Və yeni qayda, yeni bu qərar onunla bağlıdır ki, artıq dövlət görür ki, bu bütün maşınlar işlənmiş adından gedir, rəsmi dillərə maşın sata bilmir. Ona görə yeni qayda qəbul elədi ki, bu Amerikada Copartda olan maşınlar kimi minimum 6 ay vaxt keçməlidir ki, maşın işlənmiş kimi. Yəni hal-hazırda Namiq bəy maşının oktyabrın 9-u istehsal olunub. O maşın təzə qayda ilə fikirləşsə eksport oluna bilməz işlənmiş kimi. Gəlir təzə kimi eksport oluna. Təzə kimi eksport olunmaq üçün də 12% vergi ödənəcək. Həmin bu eksport şirkətləri 12% vergi ödəyəcək. Bu da nə deməkdir? Artıq yeni ildən sonra, yanvar ayından sonra mümkün olmayacaq deyə bir şey yoxdur. Eyni qaydada yenə mümkün olacaq. Sadəcə qiymətlər qalxacaq. Həm bizim gömrüyümüz qalxır, aydın məsələ bizim gömrük qoyan qoyaq. Çində maşınların qiyməti 12% qalxacaq. Subsidiya 2 qat azalır belə deyək. İkinci məsələ də nədir? Çində eksport şirkəti, iki növ eksport şirkətləri var. Bir indi hal-hazırda hamımızın bizim kimi bütün şirkətlərin belə deyək də Lordda alver elədiyi şirkətlər. Bir də var ki, məsələn BYD, Çangan, Lincoln'dan rəsmi ingilis dilində bilirəm, Azərbaycan dilində avtorizasiyası olmuş, rus dilində dedim, avtorizasiyası olmuş şirkətlər var. Hansı ki biz 8 gün üzrə satış elədik. Həmin o satıcının birbaşa Çanqandan rəsmi icazəsi var. Ona görə onlar eksport bir gün yox, hətta ödəniş satan kimi artıq eksport hazır idi. Çünki onlar yeni maşın kimi ixrac edir bu maşınları, işlənmiş kimi yox. Həmin o 10 gün vaxt aparır, müştərilər ödəniş eləyir, 10 gün maşın gözləyir eksport. O işlənmiş kimi eksport, ixrac olunmasından ötürü. Bəli, eləməkdən ötürü gedən vaxtdır. Amma birbaşa bu zavodlardan, məsələn Çanqan, BYD, Lincoln kimi zavodlardan rəsmi icazəsi olan satıcılar isə eksport şirkətləri içində onu yeni kimi satır. İşlənmiş kimi eləməyə ehtiyacları yoxdur. Ona görə onlar tez eləyir. Və əlbəttə ki, yeni ildən sonra da bu şirkətlərlə işimiz davam edəcək və hal-hazırda işlədilmiş şirkətlər də çalışacaq ki, Çanqandan, BYD-dən o rəsmi icazəni ala bilsin. Böyük ehtimal çoxsu ala bilməyəcək. Amma yenə də bir dənə deyil də bu şirkətlərin, bir neçə dənədir. Biz yenə də onların belə deyək də sifarişlərimizi rahat həyata keçirə biləcəyik. Biz burada qiymət dəyişmə olacaq. Bəli, əlbəttə. Nə qədər o? Belə soruşum Mahmud bəy, baxın bir alıcı kimi də bax mənə maraqlıdır. Mən başa düşürəm ki, əvvəl subsidiyalar verirdi dövlət böyük brendlər üçün. Çanqandır, BYD-dir, Geely-dir, Lisandır. Çin şirkətləri, dillerləri alırdılar, olan qoyurdular qeydiyyata, sayılırdı, sürülmüş kimi qeydiyyatdan çıxartıb eksport eləyirdilər və ƏDV-ni geri alırdı dövlətdən, qazancı var. İndiki zamanədə ƏDV geri qaytarılmayacaq. Bəli. İndi bu qaytarılmayacaq. Deyək ki, 12% Çində qalxdı kimi. Amma bu avtomobilləri sifariş edə biləcəyikmi? Yoxsa 180 gün məsələsi nədir? Mənə bu maraqlıdır. Belə deyək, hal-hazırda misal üçün oktyabr ayındayıq. Misal üçün avqust, sentyabr ayının maşınlarını 6 aydan sonra sifariş edə biləcəksiniz. Misal üçün sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral. Fevral ayında misal üçün sentyabr ayı istehsal olunan maşınları sifariş edə biləcəksiniz. Amma işlənmiş kimi onlar çıxa biləcək və əlavə bu 12% söhbəti onlara aid olmayacaq. Çünki 6 ay keçib artıq. Əslində bunda bu momentdə Çinin ikinci əl bazarı diriləcək mənim. Bəli. Çinin ikinci əl bazarı oyanacaq belə deyək. Bilirsiniz ki, Çindən Bakıda ancaq birinci əl satılır, ikinci əllərin idxalı başlayacaq. Biz gətiririk zaten ikinci əl avtomobillər. Çox gətirmişik, Li-lər gətirmişik. Məsələn, sonuncu partiyada Li 6, Li 7. Çox maraq dairəsi oldu. Gətirdik.
Prosta burada bir məsələ var. Yəni toparlasaq mövzunu belə başa düşülür ki, yanvar ayından sonra müəyyən model avtomobillərin, müəyyən marka avtomobillərin, məsəl üçün Çanqanı biz yenə sıfır avtomobil kimi alırıq. Ala bilirik. Çindən idxalını həyata keçirə bilirik. Lakin həmişəki qiymətə yox. Qiymət artır. İşlənmiş avtomobil almaq biraz daha çox sərf eləyəcək ki, həm zaten vergiyə cəlb olunmayacaq, həm də ki Bakıdakı qiymətindən Aşağı olacaq, 3-4 min manat, qat-qat aşağı orta olacaq. segment bir avtomobil 3-4 min manat minimum aşağı qiymətə gələcək. Bakıdakı yenə də ikinci əl bazarından bir 3-4 min aşağı gələcək. İndi Azərbaycanda daxili bazarında da yəni ikinci əl avtomobillər daha yəni inkişaf etmiş olacaq. Yəni Çin Satışı avtomobilləri üzərindən bəzi sürətlənəcək, satışı sürətlənəcək. intensivləşəcək. Deməli mən belə başa düşdüm ki, yeni avtomobildə sifariş etmək olacaq. Müəyyən markalar olacaq. Yəni ilk başlanğıclarda məsəl üçün bilindik markalarda Çanqan, BYD sıfır avtomobili ixracını etmək olacaq Çindən. İdxalını da biz ölkəyə edə biləcəyik, o problem deyil. Çünki mən atıb tuturam da, necə olursa olsun, istəyir vergi, bizim vergimiz də, gömrük rüsumu da, ƏDV, yəni üstünə gələndən sonra oradan yenə də bu sərf eləyir Azərbaycanda. Sıfır avtomobil, sizin hansısa bir podkastda mı, yoxsa hardasa səhifələrinizdə gördüm ki, siz orada vurğulayırdınız ki, artıq bizim millət, mən də o ilə razıyam, bizim millət vərdiş olub yeni avtomobillərə və çox gözəldir. Şəhərimiz dəyişilir, köhnə avtomobillər azalır. Avtoparkımız, Bakı avtoparkı, ümumiyyətlə Azərbaycan avtoparkı dəyişilir. Yenə də mən elə düşünürəm ki, yeni avtomobil Çindən sifariş verməklə, vergilərlə yenə daha sərfəlidir. Daha sərfəlidir burada almağa. Bu cür sifariş, bu cür yollarla gətirmək, sifariş etmək. Yəni təbii ki, çünki bilirsiniz necə, bu gün məsəl üçün BYD neçə satılır? 25 minə, 24 minə. 24 min 500. Yəni ucuz 24 minə satılır, yenə alınır. Yenə də alınır. 21.500 manata kimi düşmüşdü qiymət. Yenə alınırdı. Keçən il neçə satılırdı? Başlanğıcda 28 min. 28 min. 28 min. Yenə alınırdı. Yəni Mənim avtomobillərim ilk gələndə neçə gəlir? 25 mindir, 25.500-dür. BYD-lər. Sonra düşmüşdü 21 minə qədər. 25 minə gəlmişdi. 25 minə Nami qədər. avtomobili gələndə Bakıda həmin avtomobil 27-28 mindir həmin bu ay. Yəni sözümün canı odur ki, yenə də bu qiymət civarlarında gedir söhbət. Yəni yanvardan sonra da. Yenə də belə vav bir artım yoxdur. Yəni ki, əl çatan qiymətlərdir. Unizet avtomobili belə deyək də məsəl üçün bugünkü gündə 36 mindir, 35.500-dür alırlar. 32,5 olanda da alırlar. Sabahsı gün 38 min olanda da alırlar. Yəni ki 30 minlik maşın qalxıb 45 min olmadı ki, 50 min olmadı ki, yəni əl çatılmaz bir şey olsun. Artım 3 min, 5 mindir. Belə düz məbləğdir, amma ki 30-35 minlik avtomobilin qarşısında 5 min manat məbləğ artımı məncə ciddi bir rəqəm sayılmır. Ondan da əlavə zaten 2026-cı ildən çoxlu yeni model çıxacaq. Yəni Yeni model misal dəyişir, üçün, maşınlar yəni dəyişir. maşınlar restordan əlavə hansı bir funksiyalar olunacaq? Sosial özləri. Yəni Tələbat insanlar belə pis çıxmasın sözümdən, məcburdur ki, Çindən alsın. Əgər bu avtomobil ölkədə yoxdursa, Çin istehsal edirsə, yeni versiyası çıxıbsa, məsələn, Kino 5-in restylə çıxdı da yeni versiya. 05-in, CS55-in yeni versiyaları çıxıb. Normal Onsuz da qiymətə dekabra gəlib çata bilmir, yanvara düşəcək, yanvardan sonra düşəcək qiymətlər hansı qalxacaq ki, avtomatik olaraq. CS55-i artıq biz bir neçə də satmışıq. 3 dənəsi Bakıya çatır belə demək kimi olmasın. 3 də CS55 restyle. Birincilərdən Ölkədə yəqin ki, birinci bizdə olacaq. Və çox gözəl restylingi var. O müştəriyə mən yadımdadır ki, satanda dedik ki, avtomobili yanvarda gəlmə. Dedik ki, ehtimalı var. 50% bəli yanvarda riskə olacaq. girirdi onda. Halbuki həmin o ərəfədə, yəni belə deyək də, gedişatların biraz belə deyək də qaranlıq bir tərəfində idi. Gedişatlar biraz qaranlıq tərəfdə idi və özümüz də çox narahat idik. Yəni açıq deyirəm də, yəni biz tərəfdən otururuq hər gün demək olar ki, iclaslar olurdu ki, bu biz necə olacaq? Yəni gedişat necə olacaq? Müştəri tərəfi rahat idi, müştəri də razı idi. Yəni bugünkü gün deyirəm ki, müştəri razı idi ki, yəni gələrsə gələr dekabra, gəlməsə də yanvara gələcək. Onsuz da Azərbaycanda yoxdur. İlk gətirən mənəm. Yəni bunun razılığını almışdıq. Yəni bizim öncəliyimiz, bizim üstünlüyümüz odur ki, müştərini yəni də məmnun qoyduq. Yenə də həmin o müştəri də bizdən dəfələrlə maşın alıb. Məmnun qoyduq ki, yəni dekabra gəlib çatdırdı. Dekabrda gətiririk 1720 manat rüsum ödəyəcək. 1720 manat rüsumdan və
çox gözəl bir addım oldu. Yəni risk yox, Reklam da deyil, lazım yox maşın Mən bir sualım sizin şirkətə də belə bu cür deyim də siz tövsiyə kimi də siz avtomobil mövzusundasınız. Bundan sonra adı benzin avtomobilləri, dizel avtomobilləri, hibrid avtomobilləri yoxsa elektromobil? Hansını tövsiyə edərsiniz? Zövq məsələsi. şəxsi istifadəyə yoxsa biznes? Şəxsi istifadəyə. Bax, belə deyim də, elektromobil sürmək istəyən şəxs zaten sürür. Çətinliyi varmı? Var. Çətinlik növbəti illərdə aradan qalxacaqmı? Qalxacaq. Çətinlik nədir? Zapravka. Bəli. Məsələn, Şarj 1 məsələləri. saat yarım maşını zaryadkaya taxmadı, yəni. Müsbət tərəfləri Məndən də var. misal üçün mən sizə bu Yağ cür deyim. dəyişmə yoxdur. Müsbət tərəfləri. Problem bu, reduktorun yağını dəyişib tarda getdi. Mən ona görə deyirəm. Mən misal üçün avtomobilimi düzdür, plug-in hibriddir, amma mən heç bir çətinlik çəkmirəm şarj doldurmaqla. Birincisi yerləri bilirəm, harda daha çoxdur. Gedirəm ora, gözləmirəm, gedirsən ki, ora Bakının bugünkü problemi gedirsən növbədir. Hətta şarj doldu, maşını götürmürlər. Amma yerlər var ki, misal üçün Koroğlu stadionun yanında, Heydər Əliyev mərkəzinin yanında bir neçə stansiya həmişə yer tapırsan və maşallah bugünkü gündə bizdə bir neçə şirkət var ki, bu elektrik doldurma ilə bron da eləyə bilirsən bəzilərində. Gedirsən ki, o əminliklə ancaq öz maşın bəli. Məncə o şarj doldurma ilə gələn elə daha da məncə rahat olar. Artımlar gedir, artıma doğru gedir. Və bir maraqlı bir sual yəni olması. Nə qədər məbləğ ödəyirsiniz? Şarja 4 manat 20 köpük, 4 manat 60 köpük. Əgər tam olmur da 18-20% qalan 100%-ə qədər 4.20, 4.60. Evdə yığanda isə 1.82. 1.82. O nə qədər qənaət edirsə, nə qədər 100 kilometr aşağısı sürə bilirəm. 125 kilometrdir, amma 100 kilometr mən sürməyim arada biraz aqressiv olur. 100 kilometr Namiq bəy 205 ilə hansı dağa qalxmışdınız? Dağlar mən turizm işi, əsas işim, biznesim turizmlə əlaqəlidir. Azərbaycan bir çox dağları Q5 qalxıb. Hətta mən sizə bu cür deyim də, mən bələdçi kimi bəzi yollar var ki, Azərbaycanda bələdçi maşınları sürmək istəmirəm. Məsəl üçün Qubada Xınalığa gedəndə Susay yolu var. Dövlətimiz gözəl bir yol açıb orada. Şuşa kimi bir yoldur. Belə çox gözəl təbiəti var. Nəyə görə getmirlər? Düşməkləri, qalxmaqları var, qızdırır, nakladkaları, tormozlama, əyləc sistemində problem yaradılır. Bu hibrid olduğuna görə rekuperasiya biraz sərt qoyursan, mən Xınalıqdan qayıtanda Quba şəhərinə düşənə qədər 70-80% mənim maşınım birincisi zaryadka yığır, dolur. İkincisi də mən tormozdan demək olar ki, istifadə eləmirəm və o yol həm mən bələdçi kimi mənə çox əlverişlidir. Qonaqlarım çox razı olur ki, o yolu gedə bilirəm. O çox gözəl yoldur. Bir problemim var ki, tormozlamaya görə alınmır. Amma plug-in hibridlərdə və elektrik avtomobillərdə rekuperasiya sisteminə görə bir də sərt rekuperasiya qoyursan, maşın spuskda buraxdın, o yavaş-yavaş özü gedir. Motor gücünə şarj yığır. Toyota Prius'da da B var. Hətta onu əlavə eləyim. Məsəl üçün Çanqandır məndə. Çanqanda hətta ondan əlavə funksiyası var ki, yəni spuska köməkçi. Hətta basır, müəyyən sürəti qoyduğunda o sürətdən o yana gedən deyil. Yadınıza gəlir, hətta Namiq müəllim videosu vardı, yayılmışdı. Çanqan 205 altına yazmışlar, hava Çin avtomobili. Elə bir videoda yaymışdılar. Trend olmuşdu o video. Mən o fikir vermişdim yoxsa. Həmin o maşın Namiq müəllim maşınıdır, Noriq. Qiymət performansına görə çox gözəl avtomobillərdir. Biraz şübhə altındaydım mən də ilk alanda ki, necə olacaq, keyfiyyəti necə olacaq. O stereotiplər idi. İlk Çin maşınlar çıxanda təcrübələri yəqin az idi. İndi bu dəqiqə hamımız bildiyimiz kimi, indi mən də məlumatları oxuduğuma görə bir çox brendlərlə, onların dizaynerlərindən tutmuş, injenerlərindən hamısını cəlb ediblər, hamısı oradadır. Birincisi dizayn baxımından çox güclüdür, soft baxımdan, texnoloji baxımdan çox irəli gediblər. Mən aldığım maşını o büdcəyə mən Avropa maşını, Alman maşını deyək ki, Amerika maşını və yaxud Yapon maşını ən aşağısı 3 dəfə artıq qiymət verəcəkdim. O rahatlığı. Bəli, o rahatlığı almaq üçün. Bəli, çox rahatdır. Çin maşınlar, yəni bu artıq stereotiplərdir və sürənlər gün-gündən indi siz özünüz də bu işin içindəsiniz, görürsüz nə qədər avtomobil gətirirsiniz, nə qədər şəhərdə çoxalıb. O artıq gedib o stereotiplər.
Maşallah zapçastları da var, servisləri də var. Düzdür, hələ ki böyük bir problemlər yaranmır. Mən inanmıram ki, nəsə yaransın. Məsəl üçün Şanqanlarda kimi motorlar, Mazda'nın texnologiyalarıdır, Nissan'ın texnologiyalarıdır. Mən bildiyimə görə, ola bilsin səhv eləyə bilərəm. BYD Toyota ilə işbirlikdə BYD-nin mən hələ başa düşürəm ki, motorlar çox keyfiyyətlidir. Ona görə bu taksidə də bizdə çoxdur. Mən özümdə də taksidə bir neçə də BYD sürülür. Yəni Toyota'nın keyfiyyəti var. Biz buyurun. Çünki bir növ belə bir deyək də Çanqan motorunu Toyota'nın bazasına yığıb. Yəni demək olar ki, O da olur. Görürsüz ki, BYD-nin ən üstün cəhəti batereyasıdır. Dünyaya ümumiyyətlə BYD maşını əvvəl batereyası salınır. Məndə olan məlumata görə 2 dənə lider var batareya, litium batareyalarında. Bu BYD-dir, bir də Cattle. Cattle Tesla'lardadır. BYD Cattle'dan üstündür. Mən biləni qədər. BYD ümumiyyətlə brend kimi batareya ilə başlamışdı. Sonra avtomobilə girişdi. İndi ümumiyyətlə konsepsiyası siz məndən daha yaxşı bilərsiniz. Konsepsiyası ümumiyyətlə heç plug-in hibrid də olmaz. Tam elektrikə keçməkdir. Onlarda yük maşınları da artıq Çin də başlayırlar. monopolist, dünya monopolistidir. O zaliclərə görə litium batareyaların, litium çıxan yerdə hər yerdə ən birinci budur. Afrikadan tutmuş, Şimali, Cənubi Amerikadan tutmuş, hər yerdə ona sahib BYD, Cattle'dır. Ümumiyyətlə Çin dövlətinin o dövlət kompaniyaları da var. Avropadan başqa hamı sürür. Yəni bir dənə Avropadır və Amerikadır. Biraz az Amerikada da var maşınlar, amma Amerika belə deyək də demək olar ki, mümkünsüz formaya gətirib Çin avtomobilinin ölkəsində satışını, çünki 2 qat gömrük əlavə edib. Yəni avtomobilin dəyəri qədər gömrük ödürsən. Avropadasa müəyyən qədər var. Avropaya hətta BYD-nin öz gəmisi var. Sırf Avropaya həmin gəmi ilə avtomobillərini daşıyıb Türkiyədə yayılıb. Dipaldır, misal üçün Avropaya girib, Zeekr brendləri girib. Zeekr'ın Avropa variantı Lynko'dur. Lynko çox yayılıb Avropada. Hətta bir məsələ var ki, məsələn mən təzəcə Türkiyədə idim. Orada qiymətlər sizə dedim ki, 2-3 qatdır. Bildiyimiz 2-3 qat. 70.000 manat idi, neçə idi şey? Mən görmüşdüm, bəli, paylaşımlarda hardasa siz göndərmişdiniz. 70-75 min manat idi Son Plus. Bakıda 20-25 min dollar arası gedir Son Plus. Türkiyədə gömrük xərcləri Avropa daha yuxarıda. nəyə görə buraxmır avtomobilləri? Birincisi Avropanın böyük brendləri var. VAG Group'dur, ümumiyyətlə Avropanın brendləri. Bu dəqiqə Çin maşınları ora daxil olsa, aydın məsələ də Avropanın ümumiyyətlə ekonomikasında böyük bir ziyan olar. O da nə deməkdir? O yəni Yevrosoyuz, yəni çökmə olmasa da böyük bir zərər olar. Ona görə də onlar düzgün siyasət aparırlar məncə. Çin çünki subsidiyalar verir. Mən hələ başa düşürəm ki, təcrübəm ola bilsin azdır, amma hələ başa düşürəm ki, Çin dövlətində yəqin bir cür proqram var ki, dünyadakı avtomobil bazarını zəbt eləməkdir, tutmaqdır. Ona görə mən inanmıram ki, Çin biz bilirik ki, ucuz yerli işçiliyi və texnoloji çox qabağa gediblər. Onlarda yəni avtomobillər çıxanda bu dəqiqə biz aldığımız avtomobillər, biz bu dəqiqə müzakirə edirik ki, gömrük qalxdı, subsidiyalar yığışdırıldı. Birazdan lap qal Çinin öz avtomobilləri də mən elə düşünürəm ki, çox baha olacaq. Bu dəqiqə dövlət dəstəkləyir deyənə o bütün dünyaya yaymaq üçün, tanıtırmaq üçün. Belə deyək də probnikləri veriblər bizə. Sürün, baxın necədir və hamımız razıyıq. Birazdan hamımız istəyəndə ala bilməyəcəyik. Alacağıq, Toyota kimi alacağıq, Mazda kimi alacağıq, nə Mercedes indi yuxarı brendlərdir, Opel'dir, nə bilim. Amma mən belə deyim də, Opel'lərdənsə, Daew'lardansa və yaxud Chevrolet'lərdənsə Çin maşınları əsas brendləri. BYD'dir, Changan'dır, Li'dir, Geely'dir. Hamısı üstündür. Bəzi məsələlər olur ki, müştərilər yaxınlaşırlar, deyirlər ki, Unizin özündən götürək də. İndi yox, məsələn, bir momentlərdə belə bir suallar olur ki, məsələn 30 min civarında bu nə maşın olacaq 30 min olan. Yəni bu nə qoyacaqlar bunun üçün? Çünki indi əl çatandır. Ona görə Amma Toyota'nın Çin versiyası Corolla Cross-a 36 min, 37 min pul verib maşın gətirənlər olur. Yəni o maşınları alanlar olub. Halbuki yəni yan-yana qoysaq, yəni bir-birinə rəqabət maşınları deyillər. Yəni Unize'nin komfortu, Unize'nin elektronik, yəni qabağa getməsi, yəni öncəliyi
daha yuxarıdır, daha üstündür. Daha Toyota Corolla Cross'un sadəsində heç 36.000 manatda arxa kamera yoxdur. arxa kamera yoxdur. 360 Sadar yox. belə- Arxa Ümumiyyətlə kamera lüt yoxdur. maşındır o. Yəni görmüşük də neçəsini gətirmişik, görmüşük. O belə yığılmağı da odur. Əvvəlki kimi deyil. İnsanlar da siz deyən ki, müştərilərsə onlar da başa düşmək olur. Təcrübə yoxdur. Təcrübə yoxdur. Ona görə də bu cür sürürük, yoxlanmışıq təcrübəmiz. Mən kiməsə məsləhət görürəm, o kiməsə məsləhət görür və çoxalır. Birazdan mən əminəm ki, o qiymətlər yuxarı olacaq. Amma indi əl çatan da deyə hamı Qiymət Bəli. artdıqca da. o ki indi zərbəcilik olur. günüzə 40-50 min olsun deyəcək, hə günüzə deməli Yüzə yaxşı geçən maşın. maşın. Məndə hər cür avtomobil olub, hər cürə brendlərdən olub. Mən belə deyim, bəzi hətta tanınmış brendlərdə salonda səslər başlayırdı gəlməyə. 50 min sürmüşəm avtomobili, bir dənə problem yoxdur. Bir dənə səsi yoxdur. Arada bir özüm belə tərpədirəm, bu vəbşə bu Görüm bu yerində deyirsə. bir qram səs gəlmir. Ümumiyyətlə bu arada bir oturub hesablayırsan da bir ticarətçi kimi bir deyirsən ki, bu kojasını bura vurub. Nə bu sidin texnoloji bu şeyləri bu qədər bu oturub hesablayırsan düzgün gəlmir axı bu qiymət. Hardan alır bu qiyməti? Deməli. Və məsələn Linko 9 modeli var. O maşının 100 minə təklif elədiyi funksiyalar Range Rover yarım milyona təklif eləyə bilmir. Funksiyalar. Maybach'ın özü. 9-un demirsiniz. Maybach Zikr 9X. Yəni o 100 Və Fərhad bəyə bir sualım var. Belə bir iş birliyimiz çoxdur da. Yəni bundan sonra aydın məsələdir ki, mən avtomobil biznesində, satışında həm də əsas biznesim turizmdir. Həm də avtomobil gətirib satmaqdadır. Bundan sonra siz nə tövsiyə edirsiniz? Hardan avtomobilləri gətirək? Sizdə mən bildiyim qədər yox, hətta bir Matrix-mi, indiki Vito gətirmisiniz mənim üçün. Bu Amerikadan siz necə düşünürsünüz? Onu Amerikada belə deyək də ikinci əl bazarı bugünkü gündə aktualdır. Çünki sığorta avtomobillərdə avtomobil qəzaya uğrayır, sığorta qarşılayır. Həmin qəzaya uğramış avtomobil çıxarılır auksyona. Yəni bilindik markaların ikinci əlini Amerikadan əldə edə bilirik. Münasib qiymətə. Çindən yalnız öz brendlərinin münasib qiymətinə əldə edə bilirik ikinci əl və yaxud yeni. Yəni Çində sürmürlərmi Mercedes, BMW, Audi sürürlər. Niyə də yox? Daha fərqli tərzdə sürülür hətta. Daha fərqli kuzolar olur, daha dolu olur. Şəhər var ki, məsələn Şanxay şəhərində siz Çin avtomobilinə az rast gələrsiniz. Audi sürürlər orada, Mercedes sürürlər, BMW sürürlər. Tesla həddindən artıq çox sürürlər. Düzdür, Tesla bugünkü gündə Çin istehsalıdır, o öz yerində. Yəni amma həqiqət gör ki, o avtomobili ala bilirsən, bəli ala bilirsən. Hansı qiymətə? Baha qiymətə. Yəni Çin istehsalı olmayan avtomobili yüksək qiymətə alırsan. Amerikada isə bizim üçün bugünkü gündə çox gözəl əl çatandır ki, biz Toyota'mızı, Mercedes'imizi, Audi'mizi, BMW'mizi, ikinci əlini rahat Chevrolet və s. da yəni oradan rahat əldə eləyək. Land Rover modelləri bugünkü gündə Amerikada 90% ölkə Amerikadan gəlir Range Rover təzə. Məsələn 2023-cü Range Rover'ini biz uduşuna yapıyoruz. Yəni Amerikadan avtomobil gətirir. Ümumiyyətcə burada məlumat xarakterli. Məsələn Tesla Cybertruck avtomobili gətirmişik. Range Rover 2023 model avtomobil gətirmişik. Və onun kimi BMW X5 2021-23-cü illərə gətirmişik. Yəni bugünkü günə sözümün canı odur ki, bildiyimiz markalar ki, hansı ki köhnədən bugünkü günə qədər istifadə olunan Toyota, Mercedes, BMW bunları Amerika. Amma Changan'ın BYD və s. bunları yəni Çindən əldə etmək olacaq. Belə. təxmini Amerikadan gələn avtomobillərin bizim avtomobil bazarı ilə bura gəlir Amerikanı gətirəndə neçə faiz fərq eləyir? Təxmini. Belə deyim, avtomobilin dəyərinin 10% qədər fərq edir. İşte çox mən deyirəm. Minimum 10%. Minimum faiz. Minimum 10%. Yəni 20 min manatlıq bir avtomobil gətirsə, Bakı bazar dəyərindən 2000 manat aşağı gətirmiş olursunuz təxminən. Belə. Və hətta bunun daxildə bunun içinə, yəni təmir etməsi, təmir prosesi falan. Hər şey Okopartdan alınanda, indi Mannheimdən alanda Yəni hazır. Mannheimdən də yenə alanda daha ucuz gətirmək olur. Mannheimdən də daha bahalı maşınlar əldə etmək olur, premium sinif avtomobillər əldə etmək olur və onda da yenə də ki fərqi olur. Hətta orada deyərdim ki, daha çox fərq tutmaq olur, fərqi daha çox görmək olur. Yəni gözlə görünən fərqi. Yüksək qiymətdə yüksək qazanc əldə edir. Amerikada çünki misal üçün bizim burada bu ferimiz zədələndə 150-200 manatsa, Amerikada $2000.
Yəni ona görə onlara sərf eləmir. Yəni oradan Amerikadan belə B-klaska maşın almaq sərf eləmir. Ancaq vuruqlu maşın almaq sərf edir. Çünki orada usta xərcləri həddindən artıq çoxdur. Çünki rəsmi servisdə orada qulluq olunur avtomobillərə. Xərclər burada çox. Qiymət yüksək. Gətirilən Matrix, Vita. Burada Vita gedir, Amerikada Matrix. Gətirilən neçə idi? 30 min idi, 31 min idi, amma burada 43 min, 44 mindir. 10 bin manat fərq elədi. Bəli, 10% düşmə deyil ki. maşınları olur. Düşmə maşınlar olur, yəni ki, elə maşınlar. Yəni bu cür variantlar da olur. olur, Hə. variantlar olur. Bəli. Elə. Başqa Namiq bəy sualınız. Mən ancaq sizə can sağlığı arzulayıram. Mən Sifarişlərinizi gözləyirik. bəli. Xahiş edirəm. Sizdən soruşdu bizi tərəfləyin. Bəzi şeyləri də təklif eləyə bilərəm. Xırda nüanslardır. Arada bir olur bütün şirkətlərdə, sizdəki kimi də olur. Arada bir Mahmud bəy cavabda idi ona. Bir görsən adapter gəlmir maşının üzərindən. Mən bilirəm ki, sizlik deyil. Sizlik deyil. Olur. 3 gün sonra yenə də çatdırmız sonra. Bir görsən bir maşında şey gəlmir, ayaq altı gəlmir. O hamısı düzəlir, düzdür. Amma bu misal üçün ya çinləri ya hardasa sizdə o şey varsa onu düzəltmək lazımdır. No, mən başa düşürəm ki, sizlik deyil. Bəli, və biz bunu buradan Bir də ki, başa düşürəm ki, çoxdur, işimiz həddən artıq çoxdur. Tez-tez burada oluram. Zənglər, müştərilər, hər bir müştəriyə dərhal cavab verin. Mən arzumdur. Mən başa düşürəm ki, hər dəfə olmur. Misal üçün nömrə çoxdur sizdə. Bir 10 nömrə var, amma bir görsən vacib olan nömrələr ya məşğul olur, ya da ki cavablandırılmır. Düzdür, sonradan yığırsınız, amma təklifim budur. Xırda təklif belə deyim. Bu tək sizin maşınınıza deyil. Bizim ölkəyə gələn avtovoz, 2 avtovoz maşın gəldi. Bir avtovozda heç birində demək olar ayaq altı saytka yox, kabel yox idi. O da nə ilə əlaqəlidir? Biz maşını sifariş edəndə maşını bizə satan şəxs, yəni Çanqan olsun, BYD zavodu olsun, onu ayaqaltı zayatka ilə satmır. Ancaq quru maşın satır. Həmin o ekspert şirkətlər, biz ondan zaten siz bank ödənişində müqaviləmiz var, özünüz bilirsiniz. Footmat yazılır, charger cable yazılır. Bunu həmin o ekspert şirkəti, satıcısı özü alır, məsələn 100 dollara, 70 dollara qoyur onun içinə və bəzən elə olur ki, ayaqaltı yaxşı gəlir, elə olur çox pis keyfiyyətdə gəlir, elə olur çox nadir hallarda orijinal kabel gəlir və hətta stansiya gəldiyi də olub. Yəni bəxt söhbətidir. O da ki satıcıdan asılıdır. Amma bu dəfə nətər oldu? Maşınlar avtovoza yükləndi. Çox tez olmağı üçün biz deyirik tez baza yükləyin. Onlar da o kabeli ayaq altını gözləmədilər satmağın. Çünki orada daxili Express pod sistemi var. SF Express içində. Onun ora gəlməyi, onu götürüb ora qoymağı avtovozun artıq sırası vaxtı çatırdı. Çatdırmadılar deyə maşına belə gəldi. Artıq bundan sonraki partiyalarda sizin kimi digər müştərilərin də ayaqaltı zayatkaları ümid edirəm ki, qoyulur. Ümid edirik olur. Yəqin ki, qoyulur. O da xırda şeylərdir. Xırda şeylər, amma olur da, olur. Hər biri yerinə yetəcək. Söz verdiyimiz kimi bütün vədlər hamısı yerinə yetəcək. Narahat. Yo, mən sizdən əminəm. Hətta elə olub ki, müqavilədə də olmayıb, yazılmayıb, bir şey olmayıb, nə chargeri, nə ayaqaltısı olmayıb. O 1 il bundan qabaq idi. Fərhad bəy şəxsən mənim üçün Bakının ən bahalı ayaqaltısını tikdirib, sifariş verdirib mənim maşınım üçün hədiyyə eləmişdi. Ona görə təşəkkür edirəm. Təşəkkürlər. Olmaz, buyurun. Amma bu dəfə eləməyəcəyik. Bu dəfə gözləyəcəyik, gələn partiya gəlsin. Efendim, yekunlaşdıraq istəyirsiniz. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm videoya baxdığınıza görə. Xahiş edirəm. Rəylərinizi bildirin. Rəylərinizi bildirin, paylaşın, like eləyin, kanala abunə olun və aşağıdan qeyd edin ki, suallarınızı biz növbəti videolarda o sualları cavablayaq.